Geçme albümünü. Ekskursiya zamanı telefonları yığışdırırsınız. Ancaq eksponatlara toxunmaq olmaz. Zəhmət olmasa eksponatlara toxunmazsınız. Sizlər Olar. Mən çəkirəm hamının əvəzinə. Dinləyərsiniz, diqqətlə. Bir dənə telefonları yığışdırdınız. Bir dənə icazənizlə. Uşaqlar, telefonları yığışdırın. Qulaq asın. Başlaya bilərəm. Buyurun. Aha. Uşaqlar dinləyin, zəhmət olmasa. Qulaq asın, uşaqlar. Deməli, Səməd Vurğunun ev muzeyi Səməd Vurğunun ev muzeyi 1975-ci ildə yaradılıb və Azərbaycanda açılmış ilk xatirə muzeyidir. Hal-hazırda olduğu otaq şairin iş otağı olub. Bu otaqda Səməd Vurğuna məxsus olan şəxsi əşyalarını görə bilərsiniz. Yazı masasıdır. Masanın üstündəki əşyalar şairin şəxsi əşyalarıdır. Eyni zamanda otaqda şairin o dövr üçün çox zəngin sayılan kitabxanası yer alır hər iki tərəfində. Kitabxananın əsasını dünya ədəbiyyatı, eyni zamanda Azərbaycan şair və yazıçılarının əsərləri təşkil edir. Gördüyünüz bu radio vasitəsilə şair xəstə olduğu zaman öz 50 illik yubiley tədbirinə qulaq asmışdır. Neft buruğunun maketini görə bilərsiniz. Azərbaycan neftçilərinin şairin 50 illik yubileyinə hədiyyəsidir. Eyni zamanda Səməd Vurğunun portreti 1975-ci ildə xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilmişdir. Gördüyünüz bu divardakı rəsmlər isə şairin dramaturji yaradıcılığına həsr olunub. Fərhad və Şirin tamaşasından səhnələr yer alır. Eyni zamanda Səməd Vurğunun ilk və ölməz dram əsəri olan Vaqif tamaşasından səhnələr görə bilərsiniz. İnsan dramından aktyorlara foto şəkilləri yer alır. Vəfadır da deyəsən. Eyni zamanda otaqda şairin oğlu nümayiş olunur. Səməd Vurğun sözdə tamamilə ovçu olmuşdur. Bu ənədə onun ası babasından keçmişdir. Onun ulu babaları da tez-tez ova gedərmiş. Vitrində isə onun Bolqarıstandan aldığı kürkü, sapağı, 16 kalibrli ov tüfəngi ona Moskvada hədiyyə olunur. Gözətçi dostu Konstantin Simonovun hədiyyəsidir. Saz isə Namərun Aşağın hədiyyəsidir. Qeyd etmək istərdim ki, Səməd Vurğun sazda, çarda, skripkada və piyanoda Skripkanı indi eşittim. Bəli. Skripka sağ sık yayınabilirim, skripkada da ifade edilmiş.